Qalx. Mən burada Rusiya ilə Gürcüstan sərhədindədir. Aha. Şəmkir. Mənim Şəmkir heç bir sərhəd yoxdur. Gədəbəy. Mənim Gədəbəyin Ermənistan sərhədi var. Kəlbəcər. Mənim Kəlbəcərin Ermənistan sərhədi. Ordubad. Mən Ordubad və Ermənistanla İran sərhədi. Xankəndi. Şəhərdir, rayon. Mənim şəhər. Şəhərdir. Mənim heç bir sərhəd yoxdur. Aha. Ağcabədi'nin sərhədi var İranla. Xeyr, mənim yox. Beyləqan. Mən Beyləqanın İranla sərhədi var. Yaxşı. De görüm Qazax. Mən Qazaxın Gürcüstanla Ermənistanla sərhədi var. Aha. Tovuz. Mən Tovuz. Tovuz. Mən burada. Mən Gürcüstanla və Ermənistan sərhədi var. Aha. Yaxşı. Qusar. Mən Qusar. Mən təkcə Rusiya ilə sərhədi. Tək Rusiya ilə sərhədi var, bəli. Yaxşı, Rusiya ilə bir də deyə bilərsən, Rusiya ilə və Gürcüstanla sərhəd olan rayonlar, hər ikisi də olsun. Mən Balakən, Zaqatala, Qax, mən Şəki bəs. Mən Şəki deyim. Şəki hansı sərhəd? Gürcüstanın sərhədi deyim. Sərhəd deyil, yalnız Rusiya ilə sərhəddir, aydındır. Aha. Samux. Samux. Mingəçevir su anbarının yaxındadır. Sərhəd sahilində tək Gürcüstanla. Yaxşı. Daşkəsənin sərhədi var hər hansı bir ölkə ilə? Məndə Ermənistanın Ermənistan. sərhədi. Yaxşı. Bəs Göygöl rayonu? Mən xeyr yox. Göygölün var? Mən xeyr. Göygölün yoxdur. Yaxşı. De görüm. Zəngilan. Mən Zəngilanın İranla və Ermənistanla sərhədi var. Aha. Lerik, yardımlı. Mən Lerikin İranla yardımı və İranla sərhədi var. Bəs Masallı? Mən Masalının heç bir sərhədi yox. Xəzərə çıxışı var Masallı? Xəzərə çıxışı var. Yaxşı. Kür çayının mənsəbi hansı rayondur? Mənsəbi töküldüyü yer. Neftçala. Neftçala rayonu, bəli, halaldır. Daha sonra de görək. Ağdərə rayonu. Mənim Ağdərə var. Ağdərə, bəli. Ağdərənin sərhədi var? Xeyr. Ağdərənin Ağcabədi ilə sərhədi var? Xeyr. Xeyr. Ağdamın Ağcabədi ilə sərhədi var? Var. Yaxşı. De görək. Qubadlı. Mən Qubadlı burada Ermənistanla sərhədi var. Aha. Ermənistanla sərhədi var. Erişə bilərsən. Sağ ol. Sağ ol.